Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbimizə şükürlər olsun. Uca Allah'ın salamı, salavatı, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onun əhl-i beyti, əshabların üzərine olsun. Uca Allah təala bizi, ailəmizi, övladlarımızı qorusun. Baxın, Ər-Rafiqus Salih, yəni salih bir dost, salih bir müsəlman qardaş ən böyük nemətdir. Tabinlərdən birisi, tabin kimdir? Sahabələrin dövründə yaşayanlar. Əxbərətil Mədinə, Mədinəyə gəlir və belə deyir: Allahım urzuqni rafiqa salih. Allah mənə salih bir dost qismət eylə. Subhanallah. Və Allah təala mənə kimlə dostluq qismətdir? Əbu Hureyra. La ilahe illallah. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin ən çox hədis rivayət etdiyi sahabə. Ona görə dua, hər zaman dua etməlisən ki, Allahım mənə gözəl dost qismət eylə. Yəni dostum, yoldaşım, yəni müsəlman qardaşım salihlərdən olsun. Bu çox mühümdür. Çünki nəyə görə? Yaxşı dost səni ibadətə yönləndirəcək, pis işlərdən çəkindirəcək. Amma pis dostsa səni hər zaman özü kimi əgər pisdirsə, pis işlərə yönləndirəcək. Ona görə mömin hər zaman nə deməlidir? Allah Taala'dan salih dost istəməlidir. Ona görə əgər sənin salih bir dostun varsa, onu itirmə, ondan bərk yapış. O ən böyük nemətdir. Bəzi insanlar görürsən ki, hansı acı bir kəlmə ilə və yaxud da nə ilənsə o gözəl dostu nə edirlər? İtirirlər. Baxın, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sahabələri, tabinləri nəyə önəm verərdilər? Çünki gözəl dost, yaxşı müsəlman qardaş dostluq edirsən, o ən böyük bir nemətdir. Subhanallah. Çünki pis insanlar pislərlə dostluq edəcək. Və yaxud da ki, dostu pisdirsə, əxlaqında problem varsa, günah sahibidirsə, dostunu o günahlara sövq edəcək. Amma yaxşı, salih insansa, sənin dostunu sevin. Çünki ondan sənə ancaq nədir? Xeyir gələr. Uca Allah təala bizləri eşidib faydalandığı qullarından eləsin. Amin.